turşu. Səbəşli. Yığılmış içəri. Deməli, taş, kağıt, makas eləyəcəklər. Udan başını birinci yuduzduracaq. Baxıram. Taş, kağıt, makas. Səni həmişə təmizlikdə deyib burada qoyuram, gedirəm. Gələndə görüm gözəlləşmirsən. Saçını karı kessin vəbşə. Karı kəsirsən? Qarayam, qapqarayam. Gözü, qaşı, qapqarayam. Nə Mən ki? düşdüm ki, aydınlaşdırım. Mən maşına düşməmişəm. Dav eləmə! Dav eləmə ya! Dav eləmə! Qıl deyir, eləmə aşkım, yazıqdır. Hər kəsə salam. Necəsiz? İyi misiniz? Hə, fon çox qəşəng görsənir. Çox qəşəng görsənir fon. Necəsiz? Neyinirsiniz? Biz olmayandan nə var, nə yox. Deməli, uşaqlar, bugün komandalara bölünmüşük ailəlikcə. Rabiyə, mən, Məryəm bir aradayıq. Əsad Atafiyar. Əsladla Şəhriyar da bir yerdədirlər. İki ustadır. Şəhriyarın işləri var idi. Onları Əsladla birlikdə həll eləməyə getdik. Biz də bilirsiniz də aşko-kuşko takımıyıq. Yəni bizi heç oralara sürükləyəməzsin. Gəlmişik salona. Tərənə xanım da buradadır. Deməli, Rabiş, mən, bir də Məriş. Üçümüzün də bugün işləmləri var, türklər demiş. Rabiş, neyniyəcək Tərənə xanım sən üçün? Sən? Güyəcək. Əla. Bir də qrup. Mən də Tərənə xanımın yanına gəlmişəm və uşaqlar, yox, hazır deyil. Hələ hazır deyil, gel qoyulub. Bayaqdan kuxnada baxsan, indi ayıldım. Deməli, gel qoydurmuşam, dırnaqlarımı dəyişdirdim gellərini. İndi yeni bir dırnaq dizaynı, yeni bir dırnaq dizaynı eləyəcəyik. Həqiqətən riskə girmişəm. Çünki o dırnaqlar çox həssas olmuşum. Evet. İndi bugün həm saçımızı gözəlləşdirəcək Tərənə xanım, həm də... Başqalarının başqadır. Yox, onu həll eləməmişik. Всё, başlayırıq. Birinci Mən. taş, kağıt, makas. Yox, mən taş makas. Yox, taş, kağıt, makas. Sən nə? Yox, taş, kağıt, makas. Göz qırpma. Hə. Göz qırpma, gözdə göz. Makas daha yaxşıdır. Mən göz. Gözlüyündə mən çəkim. Ay. Deməli, taş, kağıt, makas eləyəcəklər. Udan başını birinci yuduzduracaq. Gözləməsin. Baxıram. Taş, kağıt, makas. Uddu. Məryəm birinci yuduzdurur başını. Həmişə deyirdin mən taş, kağıt, makasla uduzuram. Nə oldu bu dəfə uddun? Tutdum bax. Tərənə xanım da durdu ayağa. Dəvə getdin sən postalayıram baş yuma yerinə. Məryəm, sən bura görə elə bil fazla balacasan, yoxsa mənə elə gəl kreslonun içində itmisən, ayaqların qalıb göydə. Gözü biraz yuxarıya çıxmadı. Məncə də biraz dırmaş. Saçını çıxartdın krantdan, gözlə. Şö, Yerləşdim. yerləşdin şükür Allaha. Bunu da çəkək belə. Evet, Məryəm xanım, saçınızı yuduzdurmağı sevirsiniz. Keçən dəfə Rabiyədən soruşmuşdum, sən çatdıra bilməmişdim dırnaqlarımı. Sevirsən? O masaj kimi gəlir. Özdə Tərənə xanımın əlləri elə şeydir ki, elə bir masaj eləyir adamın başına. Şö, səni həmişə təmizlikdə deyib burada qoyuram, gedirəm. Gələndə görüm gözəlləşmirsən. Saçını karı kessin vəbşə. Karı kəsirsən? İnanın daşı dönsün. Sən olasa saçını karı kəsəsən. Yox, hələ uzadacam. Bu məndən yapışıb, saçımı qat-qat kəsdirək, qat-qat kəsdirək. Deyirəm, Şirəsində Məryəmə qısa saç. yaraşır, amma adam uzunu kəsdirəndə də peşman olur. Uşaqlar, rəylərdə bir dənə yazın. Saçınız uzundur, yoxsa qısa? Bir də saçınızı kəsdirəndə bizim kimi peşman olursunuz, yoxsa yox, Biz onu da bir iki yazın. gün ağlayırıq sonra. Biz çolka kəsdirik, sabahsı gün it kimi peşman oluruq. Saç kəsdirik, it kimi peşman oluruq. İnşallah kəstirəndə pis olmur. Evə gedirsiniz, yaxsız durursunuz, soğuqanız əyilir, pis olur. Tərənə xanım mənə söz verib ki, çolkalarımı bilirsə iflic eləyiblər. Düzəldəcək, gözləyirik uzansın. Məryəm, oje köpükləndin sən, islanmış siçan. İndi bu da ıslanacaq. Səni də çəkəcəm. Mənə bayaqdan yalvar ki, nə olur, mən çəkmir də. Aşırda pis düşürəm, aşkım. O benim sorunum deyil. Islanmış seçən oxşayır. Elə mən də ona görə çəkirəm. Fınxır, fınxır. Evet arkadaşlar, mən də oturdum dırnaq masasına. Yarımçıq qalmışdı. Dırnağımın gellərini dəyişdik. İndi pilkalayıb keçirik ən sevdiyim qismə bəzəməyə. Bu xanım qız saçlarını düzəltdirdi mən dırnaqda olan ərəfədə. Necə oldu? Baxım, çön baxım.
Mənim dırnağıma nöş baxsan, sənin saçından danışam, düppələm düz. Necə qəşəng. Gedim görüm o Mış Rabiyə nə edir. Çön baxım çolkaları var. Çolkaları var da havalı eləyib ha. Sən Allah buna bax, elə bil. İllərdir kuafördə oturur da xanım qız. Forsu var ki. Salamatçılıqdır. Bax görün bura. Köstebekləyə. Evet arkadaşlar, Rabia'nın da saçları şirə oxşuyursan, məncə birazdan çox qəşəng olacaqsan. Sən saçlarını düzəltdir, mən də gedirəm dırnaqlarıma davam eləməyə. Hələ heç nə hazır deyil. Hələ gelləri düzəldirik. Hə. Uşaqlar, dırnaq ustam isyanlardadır. Nə var? Baxın bu dırnağı istəyirəm. İçində indi çox şey var da. İnci tozu, nə bilim, çıxıntılar var, nə bilim, laquşqa, maquşqa, nə axtarsaz var bu dırnağın içində. Səhərdən ufulduysan, başa düşmədim. Niyə? Xeyir ola. Hə? Rabiş, sən saçlarını düzəltdirdin. İndi Rabişi də göstərəcəm sizə. Uşaqlar, baxın bu dırnağı eləyəcəyik. İnşallah alınsa. Bir nəfər ufulduyur dayanmadan. Çox möhtəşəm bir dırnaq bizi gözləyir. Rabiyə... Sokamı belə elədim. Baxın. Belə qalsın. Rusqanlı da uzun idi. Rabiyyənin saçları düppələm düz olub. Çox yaraşır sənə belə saç. Evet, çox qəşəng görsənir. İndi görək mənim dırnağım necə olacaq. Alındıracağından əminəm ha. Tənbəllik eləyirsən bu dosta. İndi siz bir dənə onun üz mimikalarını görsəydiniz, özdə qaynatamın gəlinidir eləyən. Hə, gəlini səndə. Yoldaşının qardaşı yoldaşıdır. Oha! Qaynatamın gəlinidir. Onda məsələn Eltin oluram da. Yox, eltim olmursan. Qaynatamın gəlini. Şəhriyarın cici annesinin qardaşı yoldaşıdır. Evet, dırnaqlarımı düzəldəm. Nə deyirəm? Deyirəm, lakları dökül bura, rənglərinə baxacam. Belə hərəkətlər edir. Bugün o modda değilim çünkü arkadaşlar. Mod beni ilgiləndirmir. Mən bu dırnaqları elətdirim, siz də baxın. Görün burada nə çıxacaq. Deyir, ağzımız nədir çıxartmıyor. Evet, görün, arkadaşlar. çox mükəmməl bir şey olur. Potensialın olmasa istəməzdim səndən. Türkiyədə dırnaq düzəldib gəlib, burada bunu eləyə bilməməyin mümkün deyil sənin. Türkiye'nin xaraba koyup gelmiş yazamaz. Evet, görək necə olacaq. Bu nə rəngdədir inci? Mavidir. Olar, tamam. İcazə verirəm, elə. Bu arada dırnaq ustam Lənkəranda Burla Xatunda işləyir. Adı Güneldir. Bugün makyajsız olduğu üçün qoymadı paylaşım. Makyajsızam, paylaşmaməni, göstərməməni. Hə, ona görə arkadaşlar gəlib Lənkəranda Burla Xatunda salonda desəz Günel xanım, Ofeliyanın dırnaqlarını düzəldən qız deyəcəklər sizə. Evet, Tərənə xanım mənim saçımı yudu, qəşəng ukladqa elədi. Baxın, görün necə gözəl olub saçım. Buna baxın. Bir dənə saçımın maşallah parıltısına baxın. Maşallah. Tərənə xanımın istifadə elədiyi məhsullardır bax uşaqlar. Görün necə gözəl ukladqa. Mübarək olsun. Çox qəşəng. Yəni bura gələndə özgüvənim dəhşətli dərəcədə artır. düzəltdirdim. Üçümüzün də saçını düzəltdi, qəşəng bizi Mən gözəlləşdirdi. sizin üçün Dırnaqlarımı da yenilədim, amma tam olaraq necə olduğunu birazdan göstərəcəm sizə. Sürpriz olsun. Aşkım heç nə yoxdur da, nəyi göstərəcəm? Gör necə gözəl oldu saçlarımız. Hətta sonuncu haline baxmamışam. Bax. İndi qaparda biləm görüm. İndi sürpriz izləyicilərə indi bu dəqiqə göstərməyəcəm. Sürpriz eləyəcəm, amma saçlarımın möhtəşəmliyinə Dayandırıb baxın. baxacağam. Çox qəşəngdir, çox qəşəngdir. Göstərdin də. Çox mükəmməldir. Dırnaqlarımı göstərim indi. Hazırsınız? Ta-ta-ta-tam. Uşaqlar, belə bir dəniz temalı dırnaq elətdirdim. Baxın. Burada laquşqa var, balıq qulağının üstündəki naxışlar, burada su damlaları, bu dəniz mavisi. Uy. Qəşəng bu. Burada belə qum kimi, burada da laquşqa. Necədir dırnaqlarım uşaqlar? Sonra bunlara baxın. Görün nə gözəldir.
Çox qəşəng oldu yəni. Saçlarım da, dırnaqlarım da. Bizim de bir şeyimiz vardı. Şah, gedə bilərik. Şəhriyar düz saat 8-in yarısıda düzdür. 4-ün yarısı, 5-in yarısı, 6-ın yarısı, 7-in yarısı, 8-in yarısı düz 5 saatdır bizi gözləyir. Şəhriyar necəsən? Hə? Gördüyünüz kimi leşi çıxıb. Yoxam deyir. Yazıq uşaq Stresli. səhərdən yemək də yeməyib bura gələndən. Hardan taparam mən sənin kimisini bir də 5 saat mən düz salon. Yox, yəni insan mənasında deyirəm aşkım. 5 saat boyunca salonda gözləyib. Həm qızlarını, həm məni. Ölərəm sən. Gedək yemək ye. Mən ac deyiləm. Uşaqlar siz açsınız. Biz salonda yemişik. Əsnad yox deyə sərdəndən bir biçigilə qoyub Şəhriyar onu. Bu komanda Sən gələmişdi darıxır. doğrudan gedə yebə. Məni gəlin. Günaydın, dın dın dın. Uşaqlar, ikinci gündən, vlogumuzun ikinci gündən sizi salamlayıram. Dünən qəşəng getdik, bəzəndik, düzəndik uşaqlarla birlikdə. Oradan salondan çıxandan sonra baldızım gələ, Nahidə gələ getdik. Sağ olsun bizim üçün süfrə açmışdı. Mamam gəldi Bakıdan. Hamımız birlikdə qəşəng oturduq, yedik, içdik. Prosta oraları çəkə bilmədim. Çox yorğunuyduq hamımız. Bugün ikinci günümüzdən sizi təkrardan salamlayıram. Bugün çox maraqlı bir gün keçirdəcəyik birlikdə. Hal-hazırda uşaqlar məktəbdədir. Şəhriyarla biz indi zavtrıq eləyəcəyik. Uşaqların gəlməyinə hardasa bir yarım saat 40 dəqiqə var. Ondan sonra onları Şəhriyar gətirəcək, hazırlaşacağıq, birlikdə qəşəng bir gün keçirtməyə gedəcəyik. Bugün yay üçün özümə kabluklar alacağam. Piknikə gedəcəyik. Mamamdan mənə kosmetika sumkası almanı istəmişdim. Dediyinə görə alıb, görək nə alıb. Çox gözəl bir yerə piknikə gedəcəyik. Çox maraqlı bir gün olacaq. İzləməyə davam eləyin. Qoy çocuklarım da gəlsin. Şəhriyarla özümə sosis qaynatmışam. Çox belə ağır bir zavtrıq eləməyi düşünmürəm. Bir də bayaqki işıqda çəkdiyim videoya baxdım. Dişlərim sapsarı düşüb, dişlərim o qədər sarı deyil uşaqlar. Özüm şoka düşdüm videoya baxanda. Bu arada yepyeni, çox qəşəng makyaj malzemələri almışam uşaqlar. Bu heç bu var idi. Bu necə gəlib düşüb bura? Evet, hep olduğu gibi. Yəni mən alışveriş eləyim, Kiko'ya aid nəsə almayım, mümkün deyil. Çox qəşəng pomadalar almışam. Bunları ətraflı paylaşacağım, bölüşəcəm. Qəşəng şeylərimiz var. Yeni alışveriş eləmişik. İndi zavtrığımızı elədik. Cicişlərim okuldan gəldi. Öpüm səni. Oh, o bir sahanı balaca mındıq gəl bura. Salam verin izləyicilərə. Sən də gəl. Oh, gəldilər. Gününüz necə keçib? Birinci onları alayım. Bəyəndiniz bu gününüzün başlanğıcını. İndi sonunu da bəyənəcəksiniz. Özləri bilirlər piknikə getdiyimizi. Qəşəng geyiniblər, keçiniblər. Siz bu çizgili köynəklərdən amma yox. Hə, bilirəm. Həm də təbiətin qoynuna gedirik. Əsnadı da göstərim sizə. Nəsən? Gözü, qaşı, qapqarayam. Necə idi o mahnı? Balacayam, oydu. Aləmi vurdum bir-birinə yeməm, başım bıraxın. Əsnad da bu kombinini geyinib. Çox qəşəng görsən. Altdan bəlkə qara köynək geyinib onun qabağını açasan. Çal! Bağışlayın. Şəhriyar da durandan iş həll eləyir. Başı qatışıqdır, bizi saymır. Hamı hazırsa gedək. Evet. Piknik üçün heyecanlı mısınız? Evet. O zaman evdən çıxırıq deməli. Uşaqlar, mamama demişəm ki, mamamın məndə bir köynəyi qalıb. Mamam deyir ki, gələndə onu gətir. Deyirəm ki, mama yumuşam, bəs yaşdır da. Mamam deyir ki, eybi yox, yaşını gətir, mən burada qurudaram. Köynəyi atmışam yuyulmağa neçə vaxt.
yumamışam. İndi evdən çıxa-çıxa köynəyi tez atdım yuyulmağa. 10 dəqiqəsi qalıb. Köynək yuyulsun, götürüm yaşına. Yalançı çıxmayım, gedək. Evet uşaqlar, çıxdıq yola. Gedirik Lənkərana doğru. Yaşıllığın içi ilə. Hal-hazırda bu yay gələndən bu yana fikir versiz şeydir. Bu cənub zonasında bir dənə söz var. Yandıq vermək sözü. Mən təzə gələndə başa düşmürdüm o nə mənaya gəlir. Yəni acıq vermək sözü. Hər videoda hara yaşıllıq zonaya ya piknikə ya təbiətin içinə gedirik. Sizə yandıq verirəm. Yaşıllığa baxın, yaşıllığa baxın. İndi bir dənə yaşıllığa baxın da nə olar. Özdə mən çəkmək istəyəndə yaşıllıq qutarır tərslikdən. Evet, gedirik arkadaşlar. Mamam gili götürməyə, oradan dalqabaq gedəcəyik. Çox qəşəng bir yerə, elə bir yerə gedirik ki, ora mənim üçün özəldir. Çünki həyatımın ən gözəl günlərindən birinin kutlamasını orada eləmişəm. Ona görə oranı çox sevirəm. Sizlə birlikdə də ora getmişik. Təxmini bir ildir ücə ora getmirik. Bugün sabah bir il. Getmişdik. Hə, axırıncı dəfə sentyabrın əvvəlləri getmişdik. Təxmini var. Çox ipucu vermə, çox ipucu vermə. Gedərik, orada görərik. Amma dovşanlar var dediyimizdən sizcə haradır? Yorumlarda bir dənə tahminlərinizi alayım. Belə maşın sürərlər, bura bax. Birazdan da burnu əydidir belə, hə? Qulağımla şey olur. Birləşir. Oturuşu Hə. da. Aşkım, ata maşın sür, girmisən qulağının içinə, aşkım. Yaşan iyi gəlir. Xoşaya, turşumuş iylərdə xoşaya. Bayaq mən sən turşumuş deyəndə az qalsın cırırdın məni ki, mən turşumuş deyiləm, təzə çinmişəm. İndi özün o turşumuş. Səbəşli! Yıxılmış içələ! Hani desən dava! Uşaqlar, bayaq yolda bir aksilik oldu. Şəhriyər düşüb maşından aydınlaşdırmağa şəhriyəri götür. Ay o az qaldı bir dənə qaza baş versin. Ha. Bizim günahımız değildi. Birinci, ilk önce Biz diyeyim. Afgona çıxdıq, o bizi sıxdı böyüdən, biz hep girirdik bırışlığa. Yaxşı bizim maşın bizi vəziyyətdən Ötmə əməliyyatına, Allah bizi saxladı. ötmə əməliyyatına icazə olan yerdə ötmə əməliyyatı elədik. Qarşıdakı maşın çünki çox yavaş gedirdi. Biz elə ötmə əməliyyatına keçmişdik ki, maşın qeyrətə gəldi başladı. Başladı sıxışdırmağa bizi. Biz yanında gedə-gedə verirdi bizim üstümüzə. Biz də gedib az qalsın düşürdük torpaq əraziyə. Çox təhlükəli vəziyyət yarandı. Həmin maşın da bizdən qabaq az qalsın başqa bir maşını ortalayırdı. Yəqin insan da fikri dağınıqdır, bəlkə nəsə problemi var, ola bilər. Amma yəni qəza şəraiti yarandı. Bu düşüb aydınlaşdırmaq Mən ki... düşdüm ki, aydınlaşdırıb. Mən maşına düşməmişəm. Dav eləmə! Dav eləmə ya! Dav eləmə! Evdə qışqırdım, mənim ürəyim düşdü qarnıma. Dedim, mən dav eləməyəcəm. Biabırsızlıq nədə olmayıb benim maşına. Şey kimi ki, qardaşına üzr istəmdim. Üzr istəmədin, yalan danışma. Alımı uzattım ki, özümü itirmişdim. Bütün mamışı dalda şey, insan düşərsə maşına başlayarsa qışmaya. Dedim, evdə maşını üçlərində qız ofislər də başlayacaq. Biabır, nə qədər biabır olmayayım, benim tazdan maşına. Tazdan qayıtdım maşına. Dav eləmədin. Dedim, yox. Yox, maşından düşdün aşkım. Kəmərimi açın, kəmər getdi dəydi ora. Səs eləyir axı bunu. Kişiyəm də aşkım, mənim də kişiliyə haqqım var da. Mən də kişiliyə eləyə bilərəm. Elə bildim, əsəbləşmir. Başımdan əsəbi düşə bilərəm. Kəməri ata bilərəm. Dostlar, mən bana maşında bir ağır iş görmürəm. Məsələn, duranda bir əsəbləşim belə eləmə. Nə olub? Demək, Lənkəranda o hərəkəti eləmişəm, sözü Bakıya ediriksən, Hacıoğluna kimi mən izahat verirəm ki, demək, mən nəyə görə belə elədim? Bunu bura qoymaq alımdan uçdu etdi. Yox da, bu kəməri tez açdı. Mən elə bildim, əsəbləşirdim ki, dav eləmə ya, dav eləmə. Bir də gördüm, getdiyi kimi qayıtdı dala. Çünki bir dəfə başıma gəlib, getdi, nəsə Bakıda belə bir şey, problem oldu, yaşadı. Amma indi düşdüm dav eləməyə, bilirdim Ofeliya daldan gəlir. Qaldım qırağa, dedim, yox, mən oturum maşına, qaşım girdim maşına. Qorxumdan Çox utandım. əsəblə. Bilirsiniz niyə? O hadisəni də bəlkə bir gün danışaram.
bir kişi Halk olarak buna etiraz ediyoruz. bir kişi xeylağının qadınla prinsip aparmağı düzgün bir şey deyil. Yəni kişiyə yaraşan hərəkət deyil də. Mən heç vaxt Şəhriyardan o hərəkəti görməmişəm. Elə olub qadın Şəhriyarın üstünə bozarıb, yəni ona kobudluq edib, amma Şəhriyar heç vaxt o qadına qarşılıq verməyib, qadın xanım olduğu üçün. Nə var biz Bakıda başqa bir ailəyə, uşaqlı ailəyə növbədə yol vermişdik maşınla deyə. Arxadakı maşın bizə kinlənmişdi ki, sən niyə başqasına yol verirsən? Maşında uşaq var idi. Dedim, eybi yox da, qoy yol verim. İcazə istədilər. Uşaqlar başlarını çıxartdılar pəncərədən. Ürəyim ağrıdı, icazə verdim. Arxadakı maşın gör nə qədər kinli olasan, gör nə qədər bekar olasan ki, düşdü bizim dalımızca parkovkaya. Mən tam parkovka eləyən ərəfədə gəldi, girdi belə, özdə elə təhlükəli bir şəkildə girdi ki, mənim də maşında uşaq var, 3 dənə uşaq var. Mənim beynim çönmədi, bu maşından düşdü. Bu deyir ki, ayıbdır da, qardaşım, niyə belə hərəkət etsən? Yanında da arvad var. İkisi də dilləşirlər Şəhriyarla. Düşmədim maşından. Bir gördüm Şəhriyar üzünü çöndərdi, çıxdı getdi. Hazırlaşırdım yanındakı qadının saçını başını yolmağa. Özümü tuttum, mindim maşına. Nəysə. İndi heç nə eləmirdim ki mən. Dedim ki, prosta maşına düşən dedim ki, dava eləmə. Tuttum çindən, dedim, dava eləmə. Bir də bu mövzunu bunun yanından salmayasın arkadaşlar. Nəysə, gedəcəyimiz yerə çataq inşallah Allahın izni ilə. Bir araya gəliblər, bacı qardaş bir araya gəliblər. Mən qoyublar dalda gəzirlər burada, görsüz. Uşaqlar gəldik. Hə. Uşaqlar gəldik, çıxdıq. Görün necə gözəl bir yerə. Ay Allah, bayılıram da. Buranı çox sevirəm. Görün necə qəşəng yerdir. Çox qəşəngdir də. Hələ burada heç nə görmürsünüz ha siz. Hələ indi içəriyə gedirik. Ona bax, şəkil çəkdirirlər bacı qardaş. Heç nə olmaz, heç eybi yox. Bu da benim annem telefonla konuşuyor. Aman komandım. Gel Şəhriyar, gel hayatım, gel. Evet arkadaşlar, nasılsınız? Gelmişiz, görmüşüz. Nahide. Görmemişiz. Ay Nahide. Bak bura, bak. Bura. Aman komandım. Nə tərsən mama? Hə, mən çəkirsən, yaxşıyam, sağ olsun. Necəsən? Mən də yaxşı. Uşaqlar, görün necə gözəldir bura. Ay da yaydan bu yana bura gəlmirdik. Möhtəşəm. Su da artıb, çox qəşəngdir də. Görün necə gözəl yerə gəlmişik. Super. Çox qəşəng. Orada yerlən şey də var. Baxın, mamam da çəkir buraları. Qəşəngdir. Bizim üçün bura stol quracaqlar. Qəşəng burada yeməklərimizi sifariş verəcəyik. Düz çayın qırağında, düz dovşanların yanında. Uşaqlar orada dovşanlar var. Gedib baxarıq birazdan dovşanlara. Ruba. Düz ayağımın üstündə oturub. Ay, çox şirindir aşkım. Sevdi səni. Çox şirindir. Çox qəşəng. Aha, birələrini tökdü sən üstübə. Ayaqları qısadır, bədəni uzundur. Sosis iti oxşayır. Bir dur ayağa, bir namuvu görək. Bir dur görək ayağa. Qaşını sən anca gələndən. Ay dədə. Ona pərvər deyil. Hə, gəldi düz ayağının üstündə oturdu. Şirin. Oradan qaç gəldi, özü çatdı gəldi. Çox şirindir, çox. Kim dedi ki, Şəhriyar gəlir? Gələni gedəni yalayır, gələni gedəni sığallayır. Ay Allah, ay Allah. Qızım mən gül dərib gətirib. Özü də gülə döndərib. Hara getsən Əsi? Ay Əsi, hara getsən? Gülsümü orada dovşanlara baxmısınız? Mən gəlsəm mənə də göstərərsiniz. Gəlirəm. Sən nə edirsən? Ay Allah, çayın qırağında şəkil çəkdir. Mən getdim uşaqlarla ördəklərə, ödrəklərə baxmağa. Deməli 2 nəfər burada yerlənir. İmkan verin danışaq da, gözləyin gəlirəm. Bu deməli kuzenlər arasında bu ikisi yaxın dostdular. Əmiş sizə nə deyirdi? Uşaqların arası bunlara parabeyin? Parabeyin? Hə, para beyin. Yox, Əsma ilə sənə deyirdi parabeyin.
Hə, bunlar ikisi parabeyin dostlar. Bacı ördekler var. Doğrudan gedək baxaq. Bu ikisi də Gülsüm bax bura. Bu ikisi də yaxın dostlardır. Zəhra ilə də Rabiyə yaxın dostdur bunlar. Uşaqlar nə qədər xoruz var burada. Döyərlər qıza bunlar bizi. Meryem. Oha, dovşanlara baxın, gəldim. Dovşana baxın necə oturub burada. Gedək uşaqlar göstərsin bizə buranı. Oy da nə qədər dovşan var burada. Girə bilirsiniz içəri. İçəri girə bilirsiniz. Aa, güzel, xoruzlar döyər sizi, yavaş olun. Xoruz adam döyəndi. Bu nədir? Dayan, 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 dayan. Ay Allah! Ödrek! Ödrek! Hə. Gətir bir də nəşri işıqalıyaq da. Ən sevdiğim. Anası cumdu, çələ. Ana ürəyi qoymadı uşaqlarını götürək. Ana ürəyi. Gəldi Əsadın üstünə. Sən yox qışqırma da aşkım, yazıqdılar axı, balacadılar, qorxurlar. Toyuğa bax. Sən anasansa, mən də anayım. Qoymaram mən uşağıma sən əsəbləşəsən. Yatırma istəyim. Qoy dədə. Bura bax, iki tut. Burada nə qədər dovşanlar balalamayıb balaca. Yoxdur bala dovşan. Anası qoymayacaq aşkım götürməyə. Təzə doğub əsəbləşəcək. Hadi. Orada ip var ha balaca. Onun içinde var. Ödrek. Buradan göder. Ödrek hanım, qoymursunuz balalarımızı biraz sevək. İcazə vermirsiniz. Yaxşı da sizi incitməyək. Ay Allah, xoruzlar, dovşanlar, ördəklər hamısı bir yerdə, dəlixana deyək qıza bura. Buna bax, bu nə? Gəl bir dənə sevim də səni. Nə olar ki? Ah. Hələ buna bax. Keyfin sazdır, salamatçılıqdır. Uzanmısan, sərələnmisən, evə qonaq gəlib, biraz abırın həyan olsun. Durdu, getdi yemək yeməyə. Adam bir deyər, sən də istəyirsən. Görsən Əsma bizə təklif eləmirlər. Belə qonağı qəbul eləyirlər. Lənkəranda belə qonaq qarşılayan görmüsən. Qonağın qabağına çay qoyarlar, düzdür? Gəlmişik qonaq özləri tıxırlar, bizə heç nə vermirlər. Tapa bilmədiniz? Bu bizi nə döyər? Allah'ın dostun, üzümüzü cırar bu. Qorxma, qorxma. Hinduşka səsi gəldi. Oradadılar. Görsənirlər çöldən. Dayan. Görün indi sənə göstərəcəm. Buna bax. Nə boydadır? De burada. Gülə. Gəl bir yerdə gülə. Az o ördəklərdən əl çək ya bura. Qızı o ördəklərdən əl çək. Döyəcək anası səni. Gəlin bir yerdə gülə eləyək də bunlara. Gəlin bura qızlar. Əməlli başlı. Göyərçinlər var burada. Toyuqlar var. Gəldiniz. Mən 3-2-1 deyəndə eyni anda. Mən başladım, siz də gülə. Yaxşı. 3, 2, 1. Gülə. Gülə. Siz hinduşka deyilsiniz. Cavab verin. Gülə. Hə. Nasıl istəyir? Hə, o təzə doğub onları aşkım. O kəndi qoymuram anası. Anası aydan. O bu dəqiqə necə? Aşkım, o qorxur birdən uşaqlarını götürərsən deyə aşkım. Aşkım. Aşkım götürürsən axı. Ne şimdi oradaysan dağılırlar. Aşkım, təzə yumurta qoyublar ördəklər, təzə beləcə ördək çıxıb da. Buranı da ay Allah, hər dırma deşiyi açır, eşir ki, görsün nəyin balasını tapır. Sən hər qapını açanda o qaqqıl deyir, eləmə aşkım, yazıqdır. Nə olar, ver də balavı bizə baxaq da bir dənə, nə olar? Əsəbləşir, əşi, döyəcək sənə, əşi. Nə baxsana? Səndən ötürü istəyirəm. Ayıblı, vermə. Buna görə də ağlayırsan.
Aşkım, ana diyaxı, qorxur balalarla nəsə olar. Əsnad burada ağlayır, bunlara qulu-qulu eləyir. Qulu-qulu-qulu-qulu-qulu. Qulu-qulu-qulu-qulu. Babelə, ağıllı ol. Boy, bu nə boy dadas? Boy, de bu. Boy, nə boy? Nefes alabilmirəm. Boy, az bu həyatsız arvadlara oxşayır. Boy, iraq. Baş düşmədim, arxavı niyə bizə göstərsən, xeyr ola? Qulu. Sizdən deyiləm. Qulu. Ağıllı olun. Qulu. Ay, sağ ol. Ağıllı olun. Doşan, ay aşkım koymur da anası koymur. Ne neyim balalarını... Ay Allah, yapışıp qalıb bu da burada. Bravo, bu da ördək doşan tutmaq istəyir. Dəli girdiniz bura bütün heyvanlar dəli elə. Ay Allah. Ay Əsnad. Əsnad döyəcək ördək. Əsnad. Ay Əsnad. O ördəyin balalarını götürsün, səni döyəcək, mən səni deyirəm. Girdik bura bütün heyvanlar dəli elədik. Aşkım, qoymur da, qoymur. Balaları gəlmək istəyir, anası qoymur da. Mən də sənə icazə vermirəm də, bir də görsən. Az dəli elədin o ördəyi, o boylanıb sənə baxıb. Aşkım, yazıqdır, düş aşağı. Orada balası var. Doğrudan, dovşan balası. Qıza o bala deyil, onun başı nə boydana deyə. Bala deyil o. Qıza bala deyil o, nə boydanadır. Yox, Gülsüm, sən onun başının yekəliyini görmədin. Sən onu necə bala dovşan bildin? Ay Əsnad, o ördəyi sən dəli elədin, ay Əsnad. Üzün çöndərib tez götür çıx. Üzün çöndərib tez. Tez. Ay Allah. Gəlir ha. Gəlir. Bax gəlir, qapıda dayanıb ki, götürməyəsən balasını. Görsən, açırsan o dəqiqə dimdiyin açır. Eləmə aşkım, yazıqdır yaxı. Nə bu, balaları nə geçəyindi. Ay Allah. Nə geçəyən balalar var. Əsat, mən gedirəm. Oy. Elə ördək səni döyməsin ha. Və eşitdin? Məni ana ördəklə üzdürmə davasına salmayasan ha. Qoy dədə, bu neynir burada? Dayan. Tərpənmə, qal elə səni göstərim izləyicilərə. Sən niyə əllərini qaldırmısan göyə? Sən niyə belə qalmışsan? Xoruzdan üzr istəyirsən? Nə yiyib sənə xoruz əmi? Nə yiyib sənə? Niyə üzr istəyir səndən xoruz əmi? Bunun yatışına bax hələ. Bunun yatışına bax. Bunun yatışına bax. Aha, qorxdu durdu ayağı. Əsnad. Əsnad, xoruz cumurdu üstünə ya. Əsnad. O da orada qorxur. Gəlir üstümüzə. Rabiyə deyir, məni çək, buradan sürüşəcəm. O necə sürüşmək, Rabiyə? Oturub sürüşüm. Bu ağ şalvarla. Hə? Dəli eləmiyoruz xoruzları. Ay. Evet. Ay, yıxılırdım. Masamız hazırdır. Yeməklərimiz də gəlir. Gəl. Burada da minik dostlarımızla qarşılaşdıq. İtlə dost oldu biz. İtlə dost olduk. Əlim dedi, verdi. Doğrudan. Evet, masamız da gördüğünüz kimi hazırlanır. Acından ölürəm mən. Acımısınız kızlar? Acımısan Məryəm? Əsma açsan? Evet. Sən? Sən Əsnad? Özü orada ördəyə döydürməmiş çıxa bildin. Səsəsin, yox. Balaca ördək gəlməzsi, amma anası baxmır bizə. Götürən kimi baxır. Doğrudan. Uşaqlar, kebablarımız da gəldi. Bəh. Düz eləyib. Bastırma da buradadır. Ev sayağı kartoşkamız da indi gəlir. Gəlin millət, süfrəyə yığışın, gəlin nuş eləyək.
Uşaqlar, Niyə görə kimə nə çatmadı deyim ki. yeməyə başladığımıza görə video ilə sağollaşaq. Növbəti bölümdə başımıza nələr gəldiyinə davam eləyərik. Əgər videonu bəyəndisə, kanala abunə olub, like atıb, yorum yazmayı unutmayın. Maçi Gucci. Uşaqlar, yedik, içdik. Bir dənə bu sevincimi sizlə bölüşmək istəyirəm. Mamamın hazır kefi saz idi. Açkini, bu gözümdəki açkini düz burada gördüm. Dedim, mama ne şey açkin var. Neydi bunun markası? Gucci. Dedim, mama ne şey açkin var. Dedi, orijinaldı. İstersen götür. Götürdüm ben. Ben de götürdüm. Necədir, yaraşır. 2 ara bir dərədə orijinal eynəyi də kaptım. Teşekkür ederim anneciğim. Sağ olun. Birinci dəfə idi. Birinci dəfə idi taxırdım. Üstünə ləkə salmışsan. Mən salmamışam. Buradan götürəndə elə idi. Demək barmağınla salmış. Parmağımla Demək bu videoda arkadaşlar bu açığını gördünüz. Birinci və axırıncı görünüş. Paxıllığından eləyir ha. Nə var mən açki kaptım mamadan. Paxıllığından bayaqdan. Mama tuzun kafası dönər. Ürəyindən istədim məsələn. Sənin gözəlliyin, sənin varlığın mən Mama, sənə deyəm. hələ mənim səndən istəklərim qutarmayıb. İşlənmirsə buçu verməyəcəm. Sən denəsən bir başa pakovkanın içində. Yox, 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 özüm şirin olsun deyə.